Sen orada soruş kurtarsan Sərkeş telefonların yeri. ne olur? Mesela ifadeler boşluğunu çeşmeye Terbiye. Terbiye. bu hastayı hocam. Hastayı. Valla bilmirəm. Həmən günü mən yoldaydım. Mənə zəng edəndə, Daşla sağlığı verəcək. mən yoldaydım mənə zəng edəndə. O ki, o bir şey, mükafatçını çağırdı. O təqdim edən moment yoxdur. Onu çək. Hiç qadın götürür. Çək ki, nə şey olsa ki, qəzetdə reportaj vermək üçün. Buyurlar, yəni, təqdim olunan momentdə mükafatı sağlığına o gəlmə, o qadın götürür. Bu oldu, Merdan kesin oradan orada. Bak orada bir yer tutuyoruz. O küzüre yerlere orada. Paltonun sonrasını sorun oldu. Tabii de benim lan kalama çıkıyor. Yarın üzerinde çok İlk növbədə sizin hər birinizə dəvətimizi qəbul edib tədbirdə iştirak etdiyinizə görə öz minnətdarlığımızı bildiririk. İstərdim ki, mükafatları təqdim etməmişdən öncə hər birimiz üçün xüsusi önəm daşıyan yaxın tarixə səyahət edək. Bildiyiniz kimi 1993-cü ildə dünya şöhrətli siyasətçi, böyük Azərbaycanlı Heydər Əliyev siyasi hakimiyyətə qayıtdı. Məhz həmin ildən başlayaraq ölkədə iqtisadi, siyasi, sosial-mədəni islahatlara start verildi. Dünyəvi hüquqi dövlət quruculuğu yönündə mühüm və cəsarətli addımlar atıldı. Müstəqil Azərbaycanın ilk konstitusiyası təsdiq olundu. Qlobal geosiyasi əhəmiyyət kəsb edən Şərqlə Qərbi birləşdirən enerji layihəsi əslin müqaviləsi imzalandı. Azərbaycanın müstəqil bayrağı mötəbər beynəlxalq təşkilatların qarşısında dalğalandı. Bir sözlə Azərbaycan özünün inkişaf mərhələsinə qədəm qoydu. Heydər Əliyev siyasi məktəbinin ən layiqli yetirməsi, beynəlxalq siyasi arenada kifayət qədər təcrübə və nüfuza malik olan İlham Əliyev də rəhbərliyə başladığı andan Azərbaycan yeni bir inkişaf mərhələsinə qədəm qoyur. Azərbaycan çağdaş politoloji sistemə və müasir iqtisadi inkişaf qurumlarına uyğun şəkildə inkişaf edir. Artıq ölkəmiz regionun lider dövlətinə çevrilir. Bütün bunlarla bərabər həm də ölkədə insan kapitalı önə çəkilməkdədir. Bu, heç şübhəsiz genofondun qorunmasına, intellekt bazasının möhkəmlənməsinə öz töhfəsini verməkdədir. Möhtərəm Prezidentimizin uğurlu kadr siyasəti də elə bu ideya xidmət edir. Son illərdə Milli Təhlükəsizlik Nazirliyində baş verən dəyişikliklər hər kəsə yaxşı məlumdur. Qurum insanların ümid yerinə, dövlətin milli dəyərlərinin mübariz şəkildə qorunduğu güclü təşkilata çevrilir. Milli təhlükəsizliyin qarantı olan nazirlikdə də uğurlu kadr təyinatları öz bəhrəsini verir. Nazir, General-Leytenant Eldar Mahmudovun milli təəssübkeşliyi, vətənpərvərliyi və peşəkarlığı yerli təşkilatlara da bir örnək olur. Elə MT-nin yardım rəyon şöbəsinin rəisi Polkovnik Leytenant
Əhməd Abbasovun xidmət fəaliyyəti fikrimizə bariz nümunədir. Onun rayonda qurduğu idarəçilik sistemi dövlətçiliyə mübariz xidmət ruhundadır. Təsadüfi deyil ki, Yardımlı Xeyriyyə Cəmiyyəti İctimai Birliyinin 2009-cu il üçün rayonda göstərdiyi xidmətlərə və qazandığı uğurlara görə fərqlənmiş soydaşlarımızı təyin etməkdən ötürü ölkəmizdə yaşayan yardımlı əsilli soydaşlarımız arasında keçirdiyi sorğuda ilin ən nümunəvi dövlət məmuru nominasiyasına məhz Əhməd müəllim sahib olub. Biz bir şey qeyd edeyim ki, Əhməd müəllim yəni salamlı ilə əlaqədar olaraq tədbirdə iştirak eləmir, ancaq onun nümayəndəsi buradadır. Demək, mükafatı təqdim etməkdən ötürü mən bura Profesor Mirzəfər Həsənini dəvət edirəm, zəhmət olmasa gəlsin. Qazandığı nüfuza görə ilin ən nümunəvi dövlət məmuru seçilmişdir. Əhməd müəllim nümayəndəsini xahiş edirəm gəlsin bura. Yol verin zəhmət olmasa. Onun mükafatıdır. Yəni qoy həmişə qartal kimi zirvələrdə ocalar. Sağ olun. Buyurun əyləşin. Demək, ikinci mükafat ilin ən savadlı məzunu seçilmiş Mərdan Adışlıya təqdim ediləcək. Mükafatı təqdim etmək üçün buraya Profesor Alışan Həsənini dəvət edilir. Mərdan Nərimanoğlu Adışlı, ölkəmizdə yaşayan yardımlı əsilli soydaşlarımız arasında keçirilmiş sorğuda 2009-cu ilin qəbul imtahanlarında rayon məktəbləri arasında ən yüksək bal topladığına görə ilin ən savadlı məzunu seçilmişdir. Buyurun, Mərdan bəy. Biz arzu edirik ki, bu yelkənli gəmi kimi sən elm dəryasına rahat və gözəl üzəsən. Demək, üçüncü mükafatımız ilin ən savadlı məzununa verdi. İlin ən yaxşı təhsil işçisidir ki, demək, Yardım rayonunda göstərdiyi idmanın inkişafında, yəni özü təhsil işçisi, sual da ola bilər ki, niyə idmançı? Yəni, o Yardım rayon təhsil şöbəsinin işçisidir və hazırladığı uşaqlar da yardımlı məktəbliləridir. Demək, son illərdə kontakt karate idman növünün yardımında inkişafı göstərir ki, Nazim müəllimin orada böyük xidmətləri var. Demək, ilin ən yaxşı təhsil işçisi seçilmiş Nazim Rızayevə təqdim olunacaq mükafat buyursun. O təqdim etməkdən ötürü bizim Yardımlı Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri Himayət Mahmudova, Hacı Himayət Mahmudova bura dəvət edir. Ölkəmizdə yaşayan yardımlı əsilli soydaşlarımız arasında keçirilmiş sorğuda 2009-cu ildə rayon məktəbləri arasında idmanın inkişafında göstərdiyi xidmətlərə görə ilin ən yaxşı təhsil işçisi seçilmişdir. İdmançı olduğu üçün onun mükafatını elə seçmişik ki, qoy bəbir kimi həmişə özümdə olsun, bir də ardından adını zirvələrə qalır. Bəlkə sözləri var deyil. Az sonra verəcəyik. Narahat olmayın. Deməli, ötən il olduğu kimi bu ildə ilin ən yaxşı xeyirxah iş adamı kimdir sualı ilə biz müraciət eləmişdik və həmin müraciətdə səs çoxluğu ilə demək, Çayüzü kəndinin sakini Rıza Rızayevə təqdim etmək üçün bura dəvət edirik. Deməli, dəvət edirik Nurəddin Mehdxanlı. Buyursun, gəlsin. Demək, bir şey qeyd edim ki, Rıza Rızayev ötən il Vəli müəllimi yadınıza gəlirsə, ötən il ilin ən deməli xeyirxah iş adamı Vəli müəllim oldu. Vəli müəllim möhtəşəm bir məscid binası tikdirmişdi yardımda. Eyni ilə həmin proyekti Çayüzü kəndində təxminən 200 min manat civarında olan bir məscid binasıdır. Həmin binanı bu qardaşımız Çayüzü kəndində tikdirib. Buyurun. Və bu da simbolik bir şeydir, fildir. Yəni, keçən il Vəliyə bir başqa bir hədiyyə vermişdik. Fildir, belində dollar daşıyır. Yəni ki, qardaşım, bu fil həmişə yük daşıyandır. Sən bu ötən il yardımının yükünü daşımırsan, qardaşım. Yeganə canlıdır ki, savaşda rəqibi yoxdur. O sənin bu meydanda da rəqibin olmaz. Eşq olsun. Deməli, ilin 5-ci mükafatımız ilin yazarıdır və biz sorğu keçirdik, səs çoxluğu ilə ilin yazarı
mükafatına demək, Aslan Quliyev layiq görülür və Aslan Quliyevi mükafatlandırmaqdan ötürü biz bura şair, Yaşlılar İttifaqının üzvü Zirəddin Qafarını dəvət edirik, buyursun gəlsin. Ölkəmizdə yaşayan yardım nəsli soydaşlarımız arasında keçirilmiş sorğuda Aslan Quliyev dil yazarı seçilmişdir. Buyur. Aslan müəllim üçün də bir hədiyyə seçildik. Belə bir yazıçıya uyğun, nəsə bir fantastik bir şeydir. İndi özü necə yozacaqsa özü bilir. Ona görə də buyur, təqdim edin mükafatı. Gələm qələmlik olsun. Deməli, bundan əlavə, mükafatlardan əlavə biz sizə Ulu Öndərin şəkili olan bu nominatların hər birinə verəcəyik sonra. Şəkili olan bir aşağıları var, sizə bunu təqdim edirik. İndi isə, qardaşlar, bizim Yardımlı Xeyriyyə Cəmiyyətinin o nominasiyalardan başqa mükafatları da var. Bizim özünüz bildiyiniz kimi ki, Kamil Əliyev adına diplom, bir də Vəli Məmmədov adına diplom təhsil eləmişik. Ondan əlavə, daha necə deyim, bu xeyirxah işlərdə fərqlənən soydaşlarımıza təqdim eləməkdən ötürü Hacı Zeynalabdin Tağıyev ənənlərinin davamçısı diplomunu da təhsil eləmişik. İndi bugün biz onları bir neçə qardaşlarımıza təqdim edəcəyik. Mükafatları təqdim eləmək üçün, onda elə biz ötən ilin ən xeyirxah iş adamı olmuş Vəli Əsənov bura dəvət edək, birbaşa bunların hamısı tək özü verirsin. Deməli, Vagif Saratxanoğlu Məmiyev. Deməli, çox sayılı xeyri işlərinə görə Hacı Zeynalabdin Tağıyev ənənlərinin davamçısı diplomuna layiq görülür. Vagif müəllimin Yardımlı Xeyriyyə Cəmiyyətinin rayonda bir çox işlər həyata keçirir ki, yəni orada kimsəsizlərə biz hər bayramda paylar aparırıq. Sonra burada istedadlı qardaşlarımıza, demək sən getmə, istedadlı qardaşlarımıza biz kitabının nəşrində, bunların hamısında Vagif müəllimin ötən il böyük xidməti olub, maddi və mənəvi. Deməli, Telman Həmzavaoğlu Cəfərov, Atababa yurdu Vəlixanlı kəndinin abadlaşdırılmasında göstərdiyi xidmətlərə görə təltif olunur. Telman müəllim sonra deyərik. Sonra hamısı söz veriləcək. Ya şey edirsən, televiziyaya gəl narahat deyilsə, verək söz deyirsən. Sadəcə olaraq bilirsiniz, bu üzr istəyirəm, bizim yazı pozu adamıyıq, müəllim adamıq, amma belə bir mükafat bəlkə də bir balaca mənim üçün gözlənilməzdir, çünki mən dünən də dedim Elman müəllimə, mən bu təşkilatın Xeyriyyə Cəmiyyətinin idarə heyətinin üzvüyəm. Yəni, mən üçün bir balaca təvazökarlardan biraz kənar səslənir, çünki bizim el oğulları içərisində deyək ki, bu cür xeyirxah işlərlə məşğul olan adamlar daha çoxdur. Yəni, mən elə də bu işlərdə yaxından iştirak eləmirəm. İndi balaca xırda işlərimiz olubdur. Mən elə hesab edirəm ki, Elmanın bunu verməsində başqa bir mənada hardasa bir var ki, ola bilsin, el oğullarımız bu işlərə çox da yaxından girişmirlər ki, konkurent tapa bilməyirlər, yəni namizət tapa bilməyirlər. Yəni, bunu belə də qiymətləndirmək olar. Çünki doğrudan da bizim o yardımda çox iş görməyə ehtiyac var. Amma hər halda Elman müəllim, mən elə hesab edirəm ki, bu mükafat bizim cəmiyyətdə olmalıdır, amma bu mükafatı iş adamlarımıza verilsə daha yaxşı olardı. İndi Telman müəllim çox iş orasındadır ki, Yardımlı Xeyriyyə Cəmiyyətinin idarə heyətinin 15 üzvü var. Görürsünüz, 15 üzvündən bizdə sizə veriyor. Ona görə ki, siz həqiqətən də fərqlənmişsiniz. Elm adamı olmanıza baxmayaraq, həm də ürəyiniz o vətənlə, balaca vətənlə döyünür və öz kənd yolunuzun abadlaşdırılmasında böyük xidmətləriniz olub. Əgər burada əyləşənlərin hər biri öz kəndinin yoluna bu qədər, sizin qədər nəsə bir iş görmüş olsa, nəticədə yardımı çiçəkli bir diyara çevirlər. Sizi təbrik edirəm. Çox sağ olun. Deməli, Hacı Vidadi Səyadullahoğlu Paşayev.
çoxsaylı xeyriyyə işlərinə görə təqdim olunur. Hacıqdadı Hamaba kəndindən də əslən qardaşımız, o da Sumqayıt şəhərində yaşayan, demək, bizim o imkansız ailələrə dəfələrlə kömək edir. Deməli, Kamil Zəkəriyoğlu Bağırov, Ata-baba yurdu Qabaqdibi kənd məscidinin abadlaşdırılmasında göstərdiyi xidmətlərə görə təltif olunur. Zakir müəllimin də orada zəhməti var, bilirəm, göz kəndlərində o. Sözünüz var mı? Buyurun. Əziz dostlar, məni bu tədbirə dəvət etdiyinə görə yardımlı xeyriyyə cəmiyyətinin sədrinə, onun idarə heyətinin üzvlərinə təşəkkürümü bildirirəm. Bildirmək istəyirəm ki, xeyriyyəçilik bizim millətimizə, bizim xalqımızda olan ən o gözəl xüsusiyyətlərdən biridir. Hələ ölkəmizdə Sovet hakimiyyəti qurulmamışdan əvvəl yaşayıb yaratmış xeyriyyəçilərin o gördükləri işdə indi də bizim tərəfimizdən hörmətlə yad edilir. Ulu öndərimiz Heydər Əliyev dövlət başçısı seçildikdən sonra bizim mədəni, tarixi, milli və dini dəyərlərimizə münasibətimiz xeyli müsbət dərəcədə dəyişdi. Hörmətli dövlət başçımızın Heydər Əliyev kursunun layiqli davamçısı İlham Əliyev ölkə prezidenti seçiləndən sonra bizim regionlarımızda abadlıq işləri daha geniş vüsət aldı. Rayonlarımızın siması başdan başa dəyişildi. Və biz öz torpağına, elinə bağlı hər bir insan prezidentin bu siyasətinə kömək olarsa, yaşadığı yerdə xeyriyyə işi ilə məşğul olarsa, bizim ən ucqar kəndlərimiz də abadlaşar. Hər hansı bir şəfaya yardım olan insanlara, yardıma ehtiyacı olan insanlara köməkliyimiz dəyərsə, insanlarımızın yaşayış səviyyəsi də yüksəlmiş olar. Mənə təqdim olunan bu mükafat təkcə mənim yox, bizim ailə üzvlərinin yox, bizim kəndimizin sakinlərinin, onların başda ağsaqqallar, doktor Hacı Himayət, Hacı Allahiyar kişi olmaqla bu işdə bizimlə çiyin-çiyinə çalışmış, həm maddi, həm mənəvi, həm də fiziki cəhətdən təmənnasız olaraq, heç bir maddiyyət güdmədən çalışan insanlara verilən mükafatdır. Mən fürsətdən istifadə edib onların hər birinin öz minnətdarlığımı bildirirəm və onların adından da sizə minnətdarlığımı bildirirəm ki, bu diqqəti bizə göstərmişsiniz. Çox sağ olun. Yavər Rəhimoğlu Babayev, Ata-baba yurdu Yolazaq kənd yolunun abadlaşdırılmasında abadlaşdırılmasında göstərdiyi xidmətlərə görə təltif olunur. Yavər əmi buradadır mı? Burada. Zəhmət olmasa gəlsin o kişinin. Yox, Yavər Şabiyevdir, sən Yolazaq dedin, ona görə dedim. O bursa da orada. Yavər Rəhimoğlu Babayev. Şabiyevdir, Qabaqdibi kəndi. Yox, Qabaqdibi. Onu dəyişərliyi bilir. Bu kişi Ağagüldür bəlkə də. Ağagül Əlmirzaoğlu Babayev. Ağagül kim idi? Yolazaq kənd yolunun abadlaşdırılmasında göstərdiyi xidmətlərə görə təltif olunur. Deməli, Yavər müəllimin adında səhv yazmışız da biz. Kəndi səhv yazmışız. Yavər dayının Familiyasında səhv yazmışız. Dayı sizdə familiya necədir? Şabiyev. Sözünüz var mı? Təqdim edək, sonra Təqdim edək, sonra Bu mükafatın verilməsi tək mənim yox, o kənddə olan o cavan uşaqların o heç nəsiz, əmanlasız köməyinin dəyərlisidir. Sizə çox minnətdarımı bildirirəm ki, siz bizi yara salıb, belə xeyriyyətçilik cəmiyyətinə dəvət eləmişsiniz. Sağ olun, var olun. Sağ olun. Siz sağ olun ki, o Yox, dəyərləndirirsiniz. yəni bəsit imkanlarınıza baxmayaraq, yəni çoxlarına nümunə göstərirsiniz. Çox sağ olun. Var olun. Sağ olun. Demək elə o Yavər əmiyə onu təqdim edək. Yavər əmi buyurun gəlin zəhmət olmasa, sonra bunu dəyişərik Allah qoysa. Ata-baba yurdu demək, Yavər də haladır. Qabaqdibi kənd yolunun abadlaşdırılmasında Təzə yolcu əlavə ikinci demək, bildim kimdir. Demək, Yavər dayı övladları biraz pul, kapital toplamışdılar ki, Yavər dayını həccə yola salsınlar. Bu kişi öz hərəkəti ilə gözəl, çox həclərə nümunə görsətdi, Allah canı sağ eləsin. Həccə gedəcək o məsrəf xərclərini
kəndinə ikinci yolun açılmasına xərclədi. Allah sənə oldu hacı, əsl hacı elə bu işi. Heç olsun əmin. Sözünüz var mı? Sözümüz odur ki, bu xeyriyyət cəmiyyəti ərəb Kövrəldi əmi, zəmin bu kişi hələ SSR-nin vaxtında, ondan da qabağa çox gözəl bir iş görüb Azərbaycan üçün də xeyriyyət cəmiyyəti yaradıb. Ondan da qabağa bizim peyğəmbərlərimizdən qalmış işdir. Biz bunu davam edək. Sonrasına qalanda mənim bağışdım, sizin vaxtınızı deyəsən çox alacaq. Mənim atam SSR vaxtında yaşayırdı. Atam deyərdi, Allah məni öldürsün. Deyərdim, ata, nə üçün? Deyərdi, mən atamın yolu ilə gedə bilmədim. Və sənin atan nə eləyib? Deyərdi, belə xeyriyə işləri görüb. Soruşardım qocalardan, deyərdi, düzdür. Son vaxt, yəni 97-ci ildə mən bu hərəkətə keçdim ki, atam sağ ikən, onun üçün belə bir xeyriyə iş görüm ki, o qırağında odursun. Ki, bilsin, məsələn, atasının yolunu gedə bildi. Belə oldu, Allah kömək olsun, Allah razı olsun. Elimizdə, obamızda bütün xeyriyə işlərdə iştirak edən Hacı Himayətin vasitəsilə axırı 10 ildən, 11 ildən sonra o tədbiri mən həyata keçirə bildim, lakin atam həyatda yox idi. Mən ona görə Allah sizin də ölənləri rəhmət etsin. Sizə də minnətdaram ki, bizi belə xeyriyə iş, böyük bir xeyriyə iş hesab eləmirəm mən onu. Mənim kaş imkanım olaydı, lap böyük, hamının elə imkanı olsun, böyük xeyriyə işlərində işləsin. Heç kəs özü ilə heç nə aparmayacaq şeylər. Lakin onun xeyriyə işləri qalacaq. Hacı Zeynal Abidin o boyda var, dövləti hamısını qoydu, Azərbaycanın yolunda özü tək ki. Elədir. Allah sizdən də razı olsun. Allah sağ olun. Deməli, növbəti mükafatımız özü burada iştirak eləmir. Yəqin ki, biz onun öyle əmsi oğlu buradadır, Mərdan bəyə verəcəyik. Hacı Qəhrəman Əfraimoğlu Mansurov. Atababa yurdu Telavar kənd yolunun abadlaşdırılmasında göstərdiyi xidmətlərə görə tərtib olunur. Buyurun. Növbəti mükafatımız demək Şahbaz Xudoğlu'na təqdim olunacaq. Özü desəm burada yoxdur, amma buradadır mı? Elçin elə qardaşına verir, başqası. Ələşət müəllimə dəvət edək. Şahbaz Xudoğlu çox sayılı xeyriyə işlərinə görə. Yəni Şahbaz bəyin çox böyük xidmətləri var. Mənasız kitab çapına, yəni yardımlı əsirli soydaşlarımızın, müəlliflərin kitablarını çap eləşdirir. Allah can sağlığı versin. Buyurun. İndi isə əzlər. Nəsə demək istəyirsiniz? Buyurun. Çox sağ olun. Nə qədər ki, Nurəddin müəllim başdakı keçən illərə Cavad xan filmi yəni ortaya çıxdı. Onun görə mən deyirəm ki, yəni ayrılıqda alqışlayaq Sabir bəyi, sonra Nurəddin bəyi ki, bu da iştirak edeyim. Bu Cavad xan dünyaya tanışdırır. Yəni gələcək nəsillərin də yaddaşında Cavad xan obrazı Nurəddin qardaşımızın simasında qalacaq. Necə ki, biz nəslini Rasim Balıyev kimi tanıyırıq. O obraz, o sifət, o surət qalır. Əzizlərim, demək, tədbir davam edir, televiziya çəkdi, getdi, rahatçılıq yarandı. İndi isə söz vermək olar. Televiziya sadəcə olaraq tələsdirir, onlar bu axşam xəbərlərdə çıxış göstərəcəklər həmin tədbir. Ona görə başlayaq elə uşaqlardan. Yəni, deyir o, evin şahı, o evdə olan balacadır. Ona görə qayğı, sayğı daha çox uşaqlara göstərmək lazımdır, yəni yeniyetmələrə. Ona görə dəvət edilir bura. Ötən il, demək, yardımlı rayonu üzrə ilin ən savadlı məzunu olmuş qardaşımız Mərdanı buyursun, gəlsin bura, bir ürək sözlərini desin. Mən əvvəlcə mənə söz verdiyinizə görə
öz adımdan həm də ailəmin adından ki, mənə və belə davamsayan ki, diqqət göstərsiniz. Ona görə də çox sağ olun deyirəm, minnətdarım. Sağ olun. Allah razı olsun. Arzu edirdik ki, sən oxuduğun o tədris müəssisəsində bizim yardımın adını həmişə zirvələrə qaldırasan, nümunə olasan digər tələbələrə və eyni zamanda bax görsən məclisimizdə professorlar əyləşib, hansı ki onlar hamısı yardımın fəxirləridir. Yetişəsən elə bir səviyyə çıxasın. Hansı universitetdəsən? Bakı Dövlət Universiteti hansı fakültədə? Fizika tələsi birinci semestr olduğuna görə adi təqaüd. Eşq olsun. Növbəti demək, nominantımız idmançı qardaşımızı dəvət edə bilər. Yəni, ilin ən yaxşı təhsil işçisini Nazim Rızayevi buyursun. Çox sağ olun. Elman müəllim həmişə bizə diqqət göstərdiyinə görə mən bütün ziyalılarımızı salamlayıram. Xeyriyyət Cəmiyyətinin üzvlərini, Elman müəllimimizin başda olmağına 2008-ci ildə yardımlıda ilk dəfə olaraq kontaktlara üzrə Respublika çempionatı keçirildi yardımlıda 200 idmançı ilə. Orada yardımlı idmançıları kuboka sahib oldular. 3 idmançımız qızıl medal, həm sizin təşkilatçılığına. Beynəlxalq yarışlarda və Respublika yarışlarında bizim kontaktlara üzrə idmançılarımız uğurla çıxış edir. 2008-ci ildə Elman müəllim məhz bu cəmiyyətin köməkliyi ilə bizim 2 idmançımız dünya çempionatında iştirak elədi. Çox növçülük üzrə 3 versiyada keçirilirdi. Əlbəttə bu çox ağır idman növü idi. Atıcılıq, bıçaqla, döyüş və plus kontaktlara üzrə. Bizdə də atıcılıq olmadığı üçün 10 dənə yerdən 4-cü yeri mənim tələbəm götürdü dünya çempionatında və bir çox tələbələr beynəlxalq yarışlarda uğurlar qazanıb Respublika çempionatında layiqli yerlər tutub, 1-ci yerlər, 2-ci yerlər və bunun da Xeyriyyət Cəmiyyətinin bizə böyük köməkliyi olub. Mən təşəkkür edirəm bizə göstərdiyi diqqətə görə və mən bir şeylə ruhlandım ki, yardımlıda ki, işləyən insanlar yəni yaddan çıxmırlar, onlara diqqət var. Və bizim bu nailiyyətlərimiz də əlbəttə ölkəmizdə gedən prezidentimizin apardığı idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Mən hər birinizə, hər bir ziyalılarımızı təşəkkür edirəm. Çox sağ olsunlar. Bizə görə zəhmət çəkiblər, yığışırlar bir yerə. Çox sağ olun. Minnəttar olsun. Sağ olun. Demək, ilin ən xeyirxah iş adamı Rıza Rızayevə buyursun, gəlsin. Əvvəla salamlayıram ziyalıları, müəllimləri, professorları, bütün cəmiyyətimizi. Mən birinci dəfədir iştirak edirəm belə cəmiyyətdə. Özümü çox belə yüksək bir səviyyəli bir insan kimi görürəm burada. Belə bir cəmiyyətin içində. Mən birinci dəfə Elman müəllimlə görüşəndə birdən-birə oldu. Təsadüfən Elman müəllim gəldi, məni orada gördü. Dedi ki, mən eşitmişəm belə-belə siz iş görürsünüz. Tanış oldu da işlərimiz mənimlə gördü belə-belə. Hətta qəzetdə də sağ olsun, birinci dəfə gördüyümüz işi yüngül varida olsa verdi. Mənim işim ondan ibarətdir ki, mən indi haradasa 20 ildir ticarətlə məşğulam. İşimin məqsədi odur ki, ancaq haradasa xeyriyyəti işdir. İndiyə qədər məsələn, yol salmışam da, yüngül varida olsa, körpüdə şeyim olur, körpüyə köməkli eləmişəm, məsələn, düzəlişi olur. İndi də qabağımda bir dənə məqsəd olub ki, ancaq bir dənə məscid tikdirmək. Şükür Allah'ın bəzi problemlərlə üzləşsəm də ona sahib olmuşam Allah'ın köməkliyi ilə. Allah qoysa açılışında da inşallah mən bu cəmiyyəti Elman müəllim köməyi ilə çağıraram. Orada açılışda da belə bir məclisimiz olar, belə bir söz deyən yerimiz olar. İnşallah Allah'ın köməkliyi ilə belə laf çəkicimiz olar. Niyyətim də orada ehsanat da verməyə Allah qoysa ehsanat da verəcəm.
inşallah. Allah uzları tapır. Mən başqa nə deyim, mən minnətdaram. Ondan başqa mən heç nə deyim. Cəmaatın minnətdarlıq eləmək istəyirsinizsə, deyim, mən mikrofona başlayacağım. Olar? Hə, bizdən gediniz, əmrimiz. İndi mən xahiş elədim o MT-nin sədrinə, yəni ona söz verməli idi. Nümayəndəsi də çox gəncdir, mən bilirəm ki, əhatə eləyə bilməyəcək, onun fikirlərini söyləyəcək. Yəni, indi özü zəng eləyəcək və mikrofona qoşaram, inşallah, yəni orada sizə minnətdarlığını bildirər. Bu vasitədən istifadə edirlər, daha da toy deyib, İtalyadan falan kəs zəng eləyib, bəyərdə. Bizim də İtalyamız yardımlı. Deməli, zəng ben hemen boşum elə zaman paylaşımlar sənədim almışmışlar. Təbrik edirəm. Boşum. Çox sağ olun Əhməd müəllim. Biz də sizə gələcək, yəni fəaliyyətinizdə də uğurlar arzulayırıq. Və arzu edirik ki, yardımınız sizin yaddaşınızda, yəni o əmək fəaliyyətinizdə, əmək stajınızda bir gözəl yerlərdən biri kimi yaddaşda qalsın. Eşq olsun. Təbrik edirik bizləri sizi. Sağ olun, sağ olun Əhməd müəllim. Sağ olun Əhməd müəllim. Sağ olun. Qardaşlar, növbəti demək nominantımız ilin yazarı seçilmiş Aslan Quliyevi dəvət edirik bura. Aslan müəllimlə yazıca biz axırda söz verdik ki, yəni yazısı ürəyici danışa bilsin. Siz bizə həmiş axırda söz verməsiniz. Əziz dostlar, mənim yerlərim. Bakıda yardımlarla ilk dəfə belə geniş təşkildə görüşürəm. Buna görə də bu sorğunu keçdiyinizə görə də sizə təşəkkür edirəm. Bu sorğuda məni dəyərləndirən həmyerlərim, sizə minnətdarlığımı bildirirəm. Öz işlərim haqqında nə deyim, yəni Hinduların üsyanına, Amerika işğalçılarına qarşı Hinduların üsyanına başçılıq edən Qara Tərlan məhkəmədəki çıxışında deyirdi ki, mən Hindunun xəcalət çəkəcəyi heç bir iş görməmişəm. Mən də sizin başınızı aşağı eləyəcək, sizin xəcalət çəkəcəyiniz heç bir iş görməmişəm. Keçən il ölkə prezidentinin Azərbaycan dilinə tərcümə olunacaq 150 ciddinin bir tərcümətçisi mənəm. İngilis yazıcı Qalsworth'un 720 səhifəlik kitabını tərcümə edib təhvil vermişəm. Yanvar ayında çap olunmalıdır. İndi isə polyak yazıcısı Stanislav Lemin kitabı üzərində işləyirəm. Sonra keçən il bir roman işləyib Azərbaycan jurnalına vermişəm. Bu il çap olunmalıdır. Nəsr kitabının tamamlanıb, o da bu il çap olunmalıdır. Virtual aləmdə də, qəzet və jurnallarda da bəs qədər çıxış vermişdir. Son illərə qədər yardımlı, ucqar, uzaq, gözdən, könüldən uzaq bir əyalət bölgəsi idi. İndi şükürlər olsun ki, suyumuz, qazımız, işığımız, yolumuz var. İndi bir yazıcı o ucqar bölgədə oturur, dünyanın bütün ölkələri ilə, kitabxanaları ilə, qəzetləri ilə, yazarlarına əlaqə saxlaya bilirsə, biz üçün böyük bir imzadır. Amma bu yardımını daha da inkişaf eləmək üçün, orada abadlı, quruculuq işləri getmək üçün, oradan istedadlı adamların tapılıb, araya üzə çıxardılmağı üçün, onlara kömək olunması üçün sizin hər birinizin köməyinə ehtiyacımız var. Bu balaca torpaq hər an sizi düşünür, siz də hər an o balaca torpağı düşünməlisiniz. Sağ olun, təşəkkür edirəm. Şimdi mən istərdim sözü Yardımlı Xeyriyyə Cəmiyyətinin Ağsaqqallar Şurasının sədri, yəni ilk növbədə məmnətlərdən sonraki çıxışlarını ilkin istəyirəm verim. Hazır Himayət Mahmudova ki, bizim hamımızın adından bir ağsaqqal kimi xeyir-dua versin qardaşlar. Çox sağ olun. Mən də bütün nominatlarımız hamısını təbrik edirəm. Onlara arzu edirəm ki, daha böyük
mükafatlar qazansınlar. Daha böyük cəmiyyətlərdə geniş miqyaslı təşkilatların, qurumların mükafatları qazansınlar, daha böyük mükafatlar qazansınlar. Oradan da bugün bütün o mükafat verilən adamların hamısı çox ləyaqətli seçimdə düzgün aparılır və çox həm dövlət içində işləyənlər, həm də ki o verilər hamısı düzgün seçilir və bunlarda doğrudan da cəmiyyətin qarşısında böyük xidmətləri var. Bu günləri biz təqdim olunan və burada Rızadır, o kənddə həm o kəndin təchizatından təminatı ilə məşğuldur. Orada ticarət xidməti göstərir, əhalinin təminatını ödəyir. Eyni zamanda da xeyirxah, yəni cəmiyyətimizdən qazandığı o vəsaiti bir hissəsində o kənddə xeyri işlərlə sərf edir, o cümlədə məscid tikib, yolun abadlaşdırması. Xeyir şərdə iştirak edir, biz də orada sıx kontaktda kənddə görülür. Adası da, qardaşları da özü də çox fəal çalışırlar. O cümlədən digər bizim naminətlərimiz, Nazım müəllim məsələn təqdim olunub. Nazım müəllim doğrudan da çox böyük bir işlə məşğuldur. Yardımlı, indi get-gedə bir yerlə sizin qəzetlərdə bizim bu yardım səsi qəzetində də oldu ki, yardımın əsildə 2 nəfər dünya çempionu olub karate üzrə. O cümlədən də məsələn Nazım müəllim çox çətin bir şəraitdir. Biz dəfələrlə söhbət eləmişik. Gənclər İdman Komitəsində, digər təşkilatlarımızda nümayəndələrindən söhbətlərimiz olur ki, orada bir normal şərait yaransa əgər. Normal şərait yaransa, inandırım sizə ki, çox yaxın bir perspektivdə bir neçə ildə yardımda bir neçə dünya çempionu çıxa bilər, həmən o kanta karate üzrə. Yəni buna bizim potensial imkanı var, məsələn bu kadrımızın da imkanı var. Çox təvəzzökar, çox sakit, başını salı başa düşünən məşğul olan və özü də yüksək səviyyədə ləyaqətli bir ziyalıdır. Mən onu belə burada cəmiyyətimizə təqdim etmək istəyirəm ki, çox ləyaqətli bir ziyalıdır. Öz işinə ürəkdən qəlbən yanaşır, öz işini də sevir, öz xalqını da sevir, öz cəmaatını da sevir, öz torpağını da sevir, o torpağın üstündə dayanıb və yardımdan oradan bir-bir fərvazlandırır. O uşaqlar yavaş-yavaş oradan keçib başqa yerlərə gedirlər. Nazım müəllim mən şəxsən belə bir istəyir cəmiyyətin adına, istəyir ki, bütün yardımcı ziyalıları adına, yardımcı cəmaatı adına, yardımcı sevərlər adına mən bir daha təşəkkür edirəm. Nazım müəllimə bəlkə də bu mükafat azdır, ondan da daha böyük mükafatlara layiqdir. Bizim digər nominatlarımız hər biri haqqında çox belə yüksək səviyyədə deyilən söz danışma olur. Məsələn, bizim gənc bu illəri bizim kəndçidir, özləri ona qəbul olandan sonra bir söhbət eləmişəm ki, universitetin fizikasına qəbul olub. Ona bir şərt də kəsdim ki, əgər müəllim olmaq üçün gedirsənsə, gedmir. Əgər doğrudan da fizika sahəsində gedirsənsə, gələcəkdə hər hansı bir fizika sahəsində böyük bir alim, yeni bir nəsə söz deyə biləcək bir səviyyədə sən bu işin dalınca gedirsənsə, get. O da söz verib ki, mən sizin etimadınızı doğrulacağım. Sadəcə biz o tələbələrlə görüşlərdə biz bu sözü dedik və bu günləri bir daha deyirəm, burada təhsilçilərimiz də var. Bizim bir sahədə bütün uşaqlar, cavan görürsünüz, burada cəmiyyət içərisində bir sərbəst danışa bilirlər. Bu da təhsilimizin nöqsanıdır, qüsurudur. O təhsilimiz əgər onların normal şərait gəlsə, uşaq tam sərbəst, rahat bütün məclislərdə sözlərini deyə bilərlər. Çünki bunlar bizim gələcəyimizlərin hər tərəfli inkişafı olmalıdır. O da şərti söz verib ki, gələcəkdə yardımlını bir fizika sahəsində bir alim kimi formalaşır və yardımını orada təmsil edəcək. Və bizim, yəni bu deməkdə məsələn, bizim o kənddən 2 xeyriyyəsi, biri məscidin abadlaşdırması deyil, məscid yenidən tikilib, sökülüb, təzədən məscid tikilib, yəni tam sıfırdan tikilib, çox müasir səviyyədə, müasir standartlara cavab verən və hər şəraitdə gözəl. Və ona da mən minnətdarımı deyirəm ki, məsələn, belə bir xeyirxah ənənənin əsasın bir övrəsini qoyanlardandır. Yavər uzun müddət bu söhbət deyilir ki, məsələn, bizim hamının bəlkə də bizim bir piyada yolu var idi, yardımlı ilə kəndi kəsə birləşdən yol. O yol heç kimin sağlığına gəlmirdi ki, buradan maşın yolda çəkmək olar. Amma yol çəkiləndən sonra 2 dəfə qısalıb, deməli bizim kəndə artıq 2 dənə alternativ yolu bir şey olsa, o bir yoldan istifadə edə bilərik. O yol da demək olar ki, rayon mərkəzindən ayrılan yol, deməli, bizi ayıran o məsafə 2 dəfə qısalıb. Bu da çox gözəl bir xeyirxah bir işdir və özü də çox gözəl dedi ki, Allah imkan versin ki, bizim ürəyində istəyi olan bütün soydaşlarımıza, bütün yardımlara imkan versin ki, onlar o xeyirxah məqsədlərin, xeyriyyə məqsədləri ki, nəzərdə tutublar, ürəklərindən keçir, arzuların Allah onlara imkan versin ki, onlar həyata keçsinlər. Bu gözəl insanların hər biri haqqında yenə deyirəm ki, geniş söhbət danışmaq olar. Mən biraz əvvəldən də elə söz demək istəyirdim. Məsələn, mən bu günləri biz olanlarımızı biraz zəif təqdim edirik. Mən bir müddət əvvəldə Aslan müəllimdən biraz bizim elə şəxsi münasibətimizdə vardı, bir zarafatımda vardı. Arada Aslan müəllimə sataşırdım da. Sonra Aslan müəllim bir neçə romanını oxudum.
Oxuyandan sonra tamam mənim fikrim dəyişdi və Rəslana dedim ki, Rəslan, sənin də gərək yol yoxdur, sən gərək doğrudan da özü təqdim edəsən, nəinki cəmiyyətə, millətə, o xaricə də gedə biləsən. Aslan bugün də doğrudan da çox gözəl romanları var və mən hamıdan xahiş edirəm ki, orada oturan yoldaşlara, mən özüm Aslanın kitablarının təbliğatı, hətta yardımda kənarda da təqdim edirəm ki, oxusunlar, tanısınlar. Çünki o, həm də onu biraz deyir ki, mən burada iştirak edən filolog sahəsində çalışan alimlərinizə də müraciət edirəm. Deyir ki, Puşkin eləyən Nuradin müəllim, Belinski oldu. Yəni, tənqid, təbliğ, bunlar lazımdır, aparmalıdır. Mən keçən bir məclisimiz oldu, məclisdə dedim, o bugün də bir də təkrar edirəm ki, bu günlər biz fəxrlə deyə bilərik ki, vaxtı ikən biz yardımdan heç belə bir, hər hansı bir institutda tələbə vaxtı oxuyanda biz deyək ki, haradasa bir yardımı bir nəfər müəllim işləyir, bu söhbət deyə bilmirdik, çünki yox idi. Amma bu günləri onlarla bizim elmlər doktorlarımız var, elmlər namizədlərimiz var, bu günləri çağırıb seçilən müxtəlif səviyyədə çalışan pedagogika sahəsində müxtəlif alimətlər deyirlər ki, bəlkə də əsər alimətlərində deyəndə hamısı da bəlkə də yardımdan nümayəndələr var. O günləri mən təzə öyrənmişəm ki, şeydə də Qafqaz Universiteti, Sahib Seçilən Universitetdən bir də onda prorektörü yardımlandı. Yəni yardımdan səviyyəli adamlar çoxalır. Və o günləri bir, Qabil müəllim bəyə xüsusi bir məsələ toxundu ki, bu doğrudan da fəxr doğuracaq bir məsələdir ki, Azərbaycanın son 10-15-20 ildə arayı bir əsər gətirdi, kinematografi səhəsində bir əsəri var ki, Cavad xan. O əsərin də əsas aparıcı qüvvələri elə bizimkilərdir də. Sabir Üstənxanlıdır, Nurəddin Mehdiqanlıdır, sonra bizim Ramiz Novruzdur. Deməli, doğrudan fəxr edirsən ki, doğrudan bəlkə də kənardan kimsə bunu bilməyəndə, bizim bir dənə də bir məsələdə deyim ki, 95-ci ildə bir məclis vardı, məclisdə bir söhbət oldu. Dedim ki, bu illəri Ali Məktəbə qəbulda doğrudan da yardımcı uşaqlar birinci yer tutmuşdu. Sonra bu Sabir bəy dedi ki, yox, kəmiyyət yox, yüksək bala görə birinci tutmuş. Dedim, o daha yaxşıdır, keyfiyyətə görə daha yaxşı. Kəmiyyətimiz də yüksəlir, keyfiyyətdə də yüksək tutmuşuq. Və o Rafiq İsmailov, universitetin professoru, orada dedi ki, niyə siz bunu təbliğ eləmişsiniz? Bunu təbliğ eləmək lazımdır. Qoy sabah, belə prezidentliyə namizəd yardıma biri namizədliyin iləri sürsə, qoy cəmiyyət bunu normal qarşılasın. Qoy qarşı başa düşsün, cəmiyyət qəbul eləsin ki, yardımın intellektual potensialı buna yetərlidir. Yardımda bəli, bu müxtəlif sahələri idarə ediləcək potensial kadrlar var və bu kadrlarda yetişir. Mən yenə deyirəm ki, bu günləri, onu bir daha deyirəm, incəsənətimizin, ədəbiyyatımızın, yəni bu son nailiyyətlər içərisində götürədik, bu film çox rezonans doğurub, tarixdə də qalacaq bu film çox. Həmin Cavadxan özü tarixi şəxsiyyət olaraq necə ki, tarixdə qaldı, bir zaman bir balaca onu kölgədə saxlasın da artıq yerini tapdı və eyni zamanda onu arayıb ərsəyə gətirənlər, bu günləri cəmiyyətə, dünyaya təqdim edən insanların da içərisində aparıcı şəxslərin bizim olması bizim üçün qürur doğruducu bir faktdır və bu faktla da biz fəxr edilir və sizə də salam deyirəm. Və hamıya mən burada müraciət edirəm, bizim cəmiyyətimizin fəaliyyətinin indi cəmiyyət hələ təzə başlayıb, o da böyük bir işdir ki, ikinci ilimiz başa çatdı. 2 ildə bəlkə də çox iş görməmişik, bəlkə də çox iş görmüşük, amma sadəcə olaraq bu günləri o cəmiyyət var yaşayır və artıq yavaş-yavaş öz fəaliyyətin cəmiyyətə təqdim edir, cəmiyyətə tanıtır, cəmiyyət tərəfindən qəbul edir. Bunların bəzilərinin xoşuna gələn də var, xoşuna gəlməyən də var, bunu qəbul edən də var, qəbul eləməyən də var. Bəziləri yardımların necə bir araya gəlməsindən biraz qısqanclıqla yanaşanlar da var, amma mən bunları normal qəbul edir və biz bütün heç nəyə baxmadan öz o ideyamız ətrafında birləşməliyik. Bizim apardığımız siyasət nə dövlətə qarşı deyil, nə başqasına da biz dövlətə xidmət edirik, prezident apardığı siyasətə xidmət edirik. Cəmiyyətimizin bir araya gəlməsinə, cəmiyyətin potensialının, o cəmiyyətin problemlərinin həll olunmasına yönətməyə çalışırıq. Bütün rayonumuzun problemlərin, rayon əsilli, yardım əsilli insanların, digər yerdə yaşayanların problemlərinə cəmiyyətin diqqətini cəlb edirsə cəmiyyət, demək cəmiyyət də çox böyük bir düzgün yoldadır və böyük bir iş görür. Mən bütün müraciətini burada iştirak edənlərə və bunlar vasitəsilə də iştirak edəməyənlərin hamısına müraciət edək ki, bu cəmiyyətin ətrafında biraz sıx birləşmə lazımdır. Sıx birləşmə biraz formal, necə deyək, fokus səslənməsinə, yəni sadəcə olaraq cəmiyyətin apardığı iş müdafiəli və ona yardım göstərmək. Kimin nəyə gücü çatırsa, o söhbət burada təkcə maddiyyatdan getmir, burada mənəvi,
təşkilatı, digər, hətta adı yenə deyirəm ki, bu cəmiyyətin apardığı işi dəstəkləmək və yerlərdə təbliğ eləmək çox belə, necə də gözəl bir şey olardı və bu cəmiyyətimiz daha da inkişaf edərdi. Bu günləri mən hesab edirəm ki, məsələn, azdan bizim o müəyyən qədər xeyirxaş görmüş bu insanlarımız ki var, bunlar təbii ki, bunlardan da yüzlərlə qat çoxdur, başqa yerlərdə, bunlar təmsil olunmayıblar, amma faktiki olaraq bu adamların əməyinə verilən qiymət, onların gördüyü şey cəmiyyət tərəfindən göstərilən diqqət, təhsil yardım xeyriyyə cəmiyyəti adından getmir, eyni zamanda ümumiyyətlə cəmiyyətin göstərdiyi diqqət, onları və yerdə qalan digərlərində gələcəkdə belə işlər daha da səvəslənirlər, ruhlandırır. Mən hamımıza yeni təqvim ilimiz başlayıb, 2010-cu il gəlib, mən burada oturan bütün insanlara, bütün yardım nəsillərə, yardımlara da, bütün Azərbaycanlılara da, bütün Türk dünyasına, bütün dünyaya da biz elə sülh arzu eləyək, əmin-əmanlıq arzu eləyək, arzu eləyək bu həm iqtisadi krizislərdən geçsin, böhran da geçsin, digər o böhrana geçsin və istərdim ki, bizim millətimizi siyasi böhrandan daha çox Allah mənəvi böhrandan qorusun. Çünki insanın mənəviyyatı böhrana düşəndə, onu sağlam mənəviyyat iqtisadi böhrandan çıxarda bilər insanlar, amma mənəvi böhrandan heç nə çıxarda bilməz onu. Mən hamımıza bu yeni ildə uğurlar arzu edirəm, bütün xalqımıza uğurlar arzu edirəm, bütün yardımlara uğurlar arzu edirəm. Arzu edirəm ki, hər birinizin evində, hər birinizin maliyyəsində can sağlığı ilə yanaşı bu filin gücü qədər elə dollar atsın. Azı elə ilk sözünü idmandan başlamışkən mən iki qardaşımızı təqdim edeyim sizə. Çünki bizim qardaşlarımızın arasında dünya, Avropa çempionlarının sayı get-gedə artır və biz fəxr edirik onlarla. Mən də bugün tanış olmuşam, amma onların haqqında qəzetdə yazı vermişdim ki, gəncli buyursunlar, qapsınlar, ayağa xahiş edirəm onları. Demək, konfu üzrə dünya çempionları. Adı necə oldu? Araz. Araz kim o? Abdulov Araz. Siz hansı kəndindəsiniz yardımlı? Yardımlı rayonun Urağaran kəndi. Urağaran kəndi. O bir qardaşımız? Siz Avropa çempionu olmuşsunuz, dünya çempionu. Demək, konfu üzrə dünya çempionu. Təbrik edirəm. Təşəkkür edir. Yo, adlarını çəkdim, amma mən bilmədim burada. Yoxsa bir daha var. Mən də bu çox sağ gördüm, o tez internet danışı oldu qardaşımızda. Çox gözəl. Və fürsətdən istifadə edib, indi bizim burada, demək, belə deyək də, tariximizi varaqlayanda bizim yardımlı əsilli rəhmətli Kamil Əliyev ilk alim oldu. 1967-ci ildə Zoologiya elmləri namizədi alimlik dərəcəsini demək, müdafiə elədi və bizim demək, Azərbaycanın tarixinə bir yardımlı alim kimi ilk düşən o kişi oldu. Mən bu yaxınlarda yardımların Özbək oldu. Yox, Kamil Əliyev oldu, 67-ci ildə. Özbək oldu, Kamil Əliyev. Mən bu yaxınlarda yardımların icra başçısına bir məktubla müraciət elədim ki, dedim, cəmiyyətin xətti ilə biz hazırıq, yəni onun müəyyən o mənbələrini də mən tapmışdım. Yəni yardımda necə ki, Qazaxda mütəfəkkirlər bağı yoxdur, yardımda da birincilərin bağı, ya tanınmışların bağı salar bir balaca bir yerdə, orada üstləri qoyaq. Məsələn, tutaq ki, yardımın ilk alimi elə Kamil Əliyevin, ilk siyasi ictimai xadimi, tutaq ki, ilk xalq şairi Sabir Rüstəmxanlı, rəhmətli Vəli Məmmədovun və belə, yəni ilk olanları neçə olmasa üstləri qoyaq ki, bir orada qonaqlar da gələndə bilsin ki, bu kişilər bu torpaqdan olurlar. Ona görə mən fürsətdən istifadə edib, Kamil Əliyev deyəndə mən elə həmişə yadıma Perinbel kəndində o doğulmuşdu. Perinbellər düşür və başda Mirzəfər ağa olmaq şərti ilə. Professorlar mən istəyirəm bura dəvət edin və öz ürək sözləriniz. Müəllimlər İnstitutunda işləyir Profesor Mirzəfər Həsənov. Deməli, filologiya elmləri doktorusunuz, değil mi? Filologiya elmləri doktorusunuz. Buyurun. Həm də Seyid Xeyirdulasından Əvvələn mən həqiqətən deyirəm ki, bu cəmiyyət çox gözəl bir cəmiyyətdir və bu yaranana qədər iki cəhd olub. Biri təxminən 75-ci illərdə rəhmətli Mahmud Kərimov, Vəli Məmmədov belə bir iş elədi. Biz Lökvətanda bir iclasla keçirdik, alınmadı. İkinci dəfə 80-ci illərin sonra Ağoğlan müəllim Allah ona rəhmət eləsin. Mən institutda ona
Onda mən prorektor işləyirdim. Mən 20 il müəllimlər üçün prorektor işləmişəm, 5 ildə rektor. Və orada yer də verdim, yurt da verdim, bir dənə texnikum da yaratdıq. Sverdlovskida, nə ilə, o da alınmadı. O alınmamağın səbəbi əsasən yardımlının müəyyən qədər rəhbər vəzifə tutan, müəyyən qədər nüfuzu olan adamlar oldu. Bu Talış zonasına biz yaxın olduğumuza görə bəzən də bizə də Talış deyirlər. Biz bir dəfə bir Talış, qarışıq, hamıskar bir şey fikirləşdik ki, bu Qaradağın icra başçısı onun vasitəsilə bir cəmiyyət yaradaq. Bütün bu zonanı birləşdirsin. Və adamlar göndərildi, ora-bura adamlar göndərildi. İndi o cavan adamdı, indi də o çıxardıblar. O vaxt ilə Sumqayıta katib göndəriləndə getmədi. Çünki orada bir nəfər adam vardı. Yaqub, bəli. Yəni demək istəyirəm ki, har adam göndərdi, Dilrubə dedi ki, mən burada olanda Yaqub kimdir, dünənki uşaqdır, nə bilim, adını çəkmirəm, milli müəssisdə oturan filənkə, yəni qoymadılar. Yəni bizim eləmək istədiyimizi eləyə bilmədik. Amma sağ olsun, bu kişi Elvan müəllim bu işi həyata keçir. Bu çox böyük bir işdir. Bilirsiniz, bizim babalarımız dağ rayonunda olmuşuq, hələ bir daşa sığınıb. Bir böyük bazarımız olmayıb, bir böyük dəmir yolu olmayıb ki, yığışaq bilək. Vaxtilə Mahmud bəy bir şey yazır. Yazır ki, bu yaxınlarda deyir, Rusiyada tökülən qanunlardan, ki, o 1905-ci, 7-ci il inqilaba, deyir, ayıldıq, anladıq ki, biz də adamı, bizim də gərək məktəbimiz ola, bizim də gərək nəyimiz ola. Bu bizə kömək elədi, ayıldıq. Yəni, biz o ucqarda qaldığımıza görə, biz elə var da toplaya bilməmişik. Niyə? Babalarımız elə bilib, elə qoyun çox oldu, yaxşıdır. Canavar gəlib, 20'sini yeyib, bütünü gedib. Bu qoyunu satıb qızıla çevirə bilməyib. Yəni, bu ticarətdən, yoldan uzaq olmuşuq. Bir də biz dindar adamlar olmuşuq, torpağa çox bağlı olmuşuq. Vaxtilə yardımının özündə bu kənd o kəndə qız vurmayıb. Hələ kəndin özündə də bir tayfaçılıq olub, o tayfadan qız almaq olmaz. Onun xalasına bir dənə söz deyik. Və Allah Teala bizi heç kəsdən geri sanmıyor. Yardımlı əhalisi çox təmiz ahalidir. Çox, necə deyərlər, intellektual səviyyəli insanlardır. Və harada düşür elədir. Mən bu yaxında Cəllabada dövlət imtihanı götürməyə getmişdim. Orada mənə dedilər ki, Cəllabad ahalisi təxminən 70% yardımlıdandır, deyil mi? Və deyir, burada saydılar 12 dənə böyük vəzifə. Yazılı şafatılardır. Biz uşaq olmuşuq, siz yana olmuşuq. Yardımlardır. Gəlirsən Biləsivara elə, gəlirsən Salyana elə. Yəni, indi Respublikanın çox yerinə belədir. Mən evlənəndə vaxtı ilə, deməli mənim Ovatkayının biri işləyirdi bu Bakı şəhər polis idarəsinin muavini idi. Bir də mən xəbər dedi ki, yardımlıdan, yardım yox, Perinbel kəndindən bir nəfər məşhur adam quldurdu, nədir, öldürülübdü. Bunun soruşublar, adın nədir, deyib İvan. Sonra sən demə bunun ləqəbiymiş, baxırlar görürlər, bu neçə ildir bu axtarışda.